Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Naxçıvanın əməkdar artisti vəfat edib. Manşetazın məlumatına görə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Axundov Zöhrab Kəndli oğlu vəfat edib. Qeyd edək ki, o 1960-cı illərdən Araz mahnı və rəqs ansamblında fəaliyyət göstərmiş, 1983-cü ildən etibarən Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının bədii rəhbəri vəzifəsində çalışıb. Allah rəhmət eləsin.